Praqadan yollandıq Viyanaya. Müqəddəs Karol kilsəsi. Səyahətimizə Viyananın ən möhtəşəm barokko memarlıq nümunələrindən biri olan Karol Kirkedən başlayarıq. 18-ci əsrdə tikilmiş bu möhtəşəm kilsə şəhərin simvollarından biridir. Albertina muzeyi. Bura Albertina muzeyidir. Dünyanın ən zəngin qrafika və rəsm kolleksiyalarından birinə sahib olan bu muzey həm incəsənət, həm də memarlıq həvəskarlarının sevimli məkanıdır. İmperator 1-ci Frans Iosifin abidəsi. Bu isə Avstriyanın məşhur imperatoru 1-ci Frans Iosifin abidəsidir. Hofburg sarayı. Arxamızda gördüyünüz Hofburg sarayı əsrlər boyu Habsburg imperatorlarının iqamətgahı olub. Bu gün isə saray muzeylərə və dövlət qurumlarına ev sahibliyi edir. Maria Tereza abidəsi. Viyananın ən möhtəşəm abidələrindən biri də İmperatrica Maria Terezaya həsr olunur. Onun hakimiyyəti dövründə Avstriyada mühüm islahatlar həyata keçirilib. Burçdor qala qapısı. Burçdor Hofburg kompleksinin tarixi giriş qapılarından biridir. 19-cu əsrdə tikilən bu tikili Viyananın tarixi abidələri sırasında xüsusi yer tutur. Platz, yəni Qəhrəmanlar meydanı Viyananın ən məşhur meydanlarından biridir. Burada Avstriya tarixində mühüm hadisələr baş verib. Viyana Bələdiyyə binası, Rathaus. Bu möhtəşəm bina Viyana bələdiyyəsidir. Neogotik üslubda tikilən bina şəhərin ən gözəl memarlıq nümunələrindən sayılır. İsə Burgtheater'dır. Dünyanın ən məşhur Alman dili teatrlarından biri olan bu bina Viyananın zəngin mədəni həyatının simvoludur. Müqəddəs Stefan kilsəsi. Viyananın düz mərkəzində Stephanplatz yerləşən şəhərin baş rəmzlərindən biri olan qotik üslublu möhtəşəm katedraldır. 12-ci əsrdə tikilməyə başlanıb. Onun 136 metr hündürlüyündəki cənub gülləsi şəhərin demək olar ki, hər yerindən görünür. Damındakı rəngarəng kirəmitlərlə çəkilmiş iki başlı qartal gerbi onun vizit kartıdır. Viyanada ənənəvi at arabalarına fiaker deyilir. Əsrlər boyu zadəganların əsas nəqliyyat vasitəsi olan bu faytonlar bu gün şəhərin tarixi ab-havasını yaşadan ən əsas turistik əyləncələrindən biridir. Neptun fəvarəsi. Schönbrunn sarayının geniş bağlarında təpənin ətəyində yerləşən nəhəng və möhtəşəm barokko üslublu fəvarə kompleksidir. 1780-cı ildə tamamlanıb. Fəvarənin mərkəzində dənizlər tanrısı Neptun öz döyüş arabasında təsvir olunub. Bura həm də saray bağının ən mənzərəli fotosessiya nöqtələrindən biridir. Schönbrunn qlarietası. Schönbrunn sarayının arxasında təpənin ən yüksək nöqtəsində ucalan sütunlu imperator zəfər tağıdır. 1775-ci ildə tikilib. Vaxtilə imperator ailəsi bura səhər yeməyi yemək və mənzərədən zövq almaq üçün gəlirmiş. Hazırda üst hissəsində bütün Viyana şəhəri və saray bağlarına möhtəşəm panoramik mənzərə açılır. Vəba sütunu. Viyananın ən məşhur ticarət küçəsi olan Graben üzərində yerləşən barokko üslublu abidədir. 1679-cu ildə şəhərdə minlərlə insanın həyatına son qoyulmuş dəhşətli taun epidemiyasının bitməsi şərəfinə imperator 1-ci Leopold tərəfindən ucaldılıb. Təşəkkür və dua rəmzi hesab olunur.